Salam əziz tələbələr, hər birinizi salamlayıram və bizim yadınızdadırsa 21 dekabr bilik yarışımız var idi. Emil müəllimlə birlikdə keçirmişdik o bilik yarışını və aydındır ki, mükafatlandırmanın da vaxtı çatıb. Mən amma nəyi qeyd edim? Bizdə həmin yarışa rayonlardan da qoşulanlar var idi və deyim ki, mənim ümumiyyətlə rayondan qoşulanlar öz yazıları ilə heyran elədilər. Yəni həqiqətən çox yaxşı yazmışdılar. Baxmayaraq ki, hətta elələri var idi ki, heç bir azlığa getmirdi, heç bir azlığa getmirdi. Əhsən olaraq, yəni əksər rayonlardan gələnlər var idi və belə deyək, Qusardan da gələn var idi, Tovuzdan da gələn var idi və digər ərazilərdən də gələnlər var idi. Birinci olan hər birini təbrik edirəm və bizim ilk yerimiz Emiliya Qayıbova ən yaxşı yazanlardan biridir və Qusardan qoşulub. Deyim ki, uşaqlar hazırlığa da getmir. Yalnız bizim sınaq qruplarımızda var və ona görə sınaq qruplarına qoşulmaq istəsə sərfəlidir, qoşulun. Aha, görürsünüzsə heç bir hazırlığa getmir və birinci yerdədir. Təbrik edirik onu və 300 manatı biz Qusara kart vasitəsilə göndərəcəyik. Çünki həmin məbləği bu gəlib getsə elə yolda itirmiş olar. Ona görə də Emiliya da kommentlərdə bildirər ki, bəs ödəniş elədik. Təbrik edirik. İkinci yeri buyur. Mən də salamlayıram hamını. Əvvəlcə deyim ki, bu yarışmanın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edirəm. Bu şagirdlər üçün böyük bir motivasiyadır. İkinci yeri mənim şagirdim, deməli Vəliyev Hüseyn tutub. Hüseyn buyur gəlsin Hüseyn. Hüseynə biz mükafatını təqdim edək. Hüseyn mən kifayət qədər zəhmətkeş şagirdlərimdən biridir və kifayət qədər də potensiallıdır. Zaten düşünürəm ki, bu yarışmaya qatılan şagirdlərin əksəriyyəti zaten potensiallı şagirdlərdir ki, özündə bir inam hissi var. Həmçinin Hüseyn də kifayət qədər uğurlu bir nəticə imza atıb. İnşallah biz Hüseyndən daha yüksək nəticələr gözləyəcəyik. İrəlidə qarşıda gələn buraxılış imtahanında biz Hüseyndən tam maksimum bal nədir onu da gözləyəcəyik inşallah. Hüseyn buyur, mükafatını sənə təqdim edeyim. Tam 200 manatdır. Yəni əski yoxdur. Uğurlar arzulayıram sənə. İnşallah uğur həmişə səninlə olsun. Biz inşallah bu yolda bərabər addımlayacağıq səninlə və bərabər daha böyük uğurlar imza atarıq. Başqa nəsə demək istəyirsənsə, buyur sən də öz ürək sözləri deyə bilərsən. Təbrik edirik, təbrik edirik. Yaxşı. Üçüncü yerin qalibimiz sizsiniz. Qoy mən təqdim edeyim. Hərçənd ki, üçüncü yerdə Emil müəllimin tələbəsidir. Sadiq İslamov. Yenə də İslamovu da mən özüm şəxsən yoxlamışdım. Çox qəşəng yazmışdı. Çox yazında çox əla idi. Çox belə deyək ki, xoşuma gəldi yazı tərzin. Ümid edirəm ki, qəbulda da tam maksimal yazılacaqsan və sənin də mükafatını verək. 100 manat 3-cü yerə düşürdü. Yəni çox verirdi. Aha. Çox da. Sadiq də mənim çox potensiallı şagirdlərimdən biridir. İnşallah bu belə deyək də, imtahana demək olar ki, bir şey qalmayıb. 2 aylıq bir müddətimiz var. Mən Sadiqdən maksimum nəticəni gözləyirəm və bilirsiniz ki, bizim sözümüz də qüvvədədir. 100 yazanlara 100 manat, 300 yazanlara 300 manat. Yəni sözümüz qüvvədədir. İnşallah Sadiq də dediyim kimi maksimum nəticəni gətirəcəyindən şübhə yoxdur. Çalışır, əzmkardır, diqqətlidir və s. Belə deyək də, alın təri var. Uğurlar sənə Sadiq. Başqa nəsə demək istəyirsənsə, deyə bilərsən. Onu demək istəyirdim ki, yəni bu yaşda hazırda getməyim. Mən anda hazırda gedirəm, Emin mən tələbəsiyəm. O qədər də ən qədər mənim üstündə izzət var. Ona görə yəni mənim özüm üstündə borcuyum. Amma yəni hazırda getməyib yer tutanlar da var idi. Məsələn, birinci yer tutan tələbələrin özü, mən bilən, Qusardan gəlir, hazırlığa getmir. Onu da buradan ürəkdən təbrik edirəm. Biz də təbriklərə qoşuluruq Sadiq. Sən demişkən mənim yadımdan çıxıb təbrik eləmək. Emiliyanı da təbrik edirəm. Emiliyaya uğurlar arzulayıram. İnşallah qarşıda olan buraxılış və blok imtahanlarının nəticələrini Süleyman mənim vasitəsilə eşidərik. Biz də sevinərik. Aha. Bizdə 4-cü yeri İsrafil Qəmbərov tutub, Tovuzdan gələn tələbəmizdir. Ona artıq belə deyək, Tovuzdan gəldiyinə görə əvvəlki videolarda 100 manat vermişik. 4-cü yerə əslində hədiyyə düşmürdü, amma biz 4-5-ə də müəyyən qədər hədiyyə vermək istəyirik. İsrafilin də yazısı çox super idi və hətta deyim ki, İsrafilin yazdığı suallardan biri heç bir tələbə tərəfindən yazılmamışdı. Yalnız İsrafil yazmışdı bu sualı.
Əhsən, yəni burada qeyd edim ki, bizdə Banımdan da, Adadan da oxuyanlardan, qoşulanlar var idi və 670-680 yığanlar da var idi o yarışda. Düzdür, onların suallarını çox ağır qoymuşdum ki, heç kim unutmasın. Ancaq həmin sual hamıda var idi. Həmin sual hamıda var idi. O sualı heç kəs yazmamışdı. Bir dənə İsrafil yazmışdı. Yenə də Əhsən ümid eləyək ki, yaxşı nəticələrlə belə deyək ki, bizi sevindirəcək. İsrafil də bizdə onlayn tələbələrdən biridir və gördüyünüz kimi yenə də rayondan qoşulanlar da ümumiyyətlə çox var burada. Yaxşı nəticələri var. 5-ci yerdə də bizdə Humay Mirzəyevadır. Gəl Humay. Təbrik edirəm səni gözəl. Gəl ortaya mən sənə mükafatını verim. Buyur, nə ürək sözlərin varsa de. İnşallah buraxılışda da belə yuxarı yığıb hamını seçilərik. Sağ ol, var ol. Yenə təbrik edirik səni. Uğurların bol olsun. Yaxşı yazmışdın gözəl. Yaxşı yazmışdın kifayət qədər. Birazdan hər bir yarışda mən bilirəm ki, qalibi də olmalıdır. Biraz zəif yazan da olmalıdır. İnşallah 100-dən 100 gətirərsən. İnşallah. Buyur, təbrik edirəm bir daha səni. Sağ olun. Deməli, sonra bizdə kimlər qaldı? Süleyman, biz o birisi şagirdlərə də deyək ki, burada belə deyək də, məndə birinci yeri burada gözləyən şagirdlər də var idi. Hansı ki, onlar biraz görürəm ki, həvəsdən düşüblər. Onlar həvəsdən qətiyyən düşməsinlər. Məsələn, burada 6-7-ci sıralarda mənim şagirdlərimdən olanlar var, nə bilim 10-cu sırada olan şagirdlərimdən var. Onlar da kifayət qədər zəkalı şagirdlərdir. Yəni yazılarına baxanda kifayət qədər yaxşı yazıblar. Təbii ki, bu yarışma idi, bu bir riyaziyyat yarışması idi və suallar biraz ağır olmaq məcburiyyətində idi ki, birinci yeri onların arasından seçə bilər və ya ikinci yeri. Onlara da hər birinə uğurlar arzulayıram. Qətiyyən həvəsdən düşmək yoxdur. Mən gəlin yaxşı yazanların hər birinin adını çəkim. Bizdə deməli Sərxan Həsənənli 6-cı yerə çıxıb. Bu məncə mənim tələbəm idi. Nərgiz Əlizadə Emil müəllimin tələbəsi idi. Ülvi Əliyev Emil müəllimin tələbəsi idi. Turan Xudatlı Emil müəllimin tələbəsi idi. Akif Həsənzadə mənim tələbəm idi. Ümid Höcatov bilinmir kimin tələbəsi idi. Kənardan gələn tələbəmiz idi. Əhsən, qəşəng yazmışdın Ümid. İndi ola bilər ki, uşaqlar deyəsiniz ki, ay birinci yerə çıxmadım, amma yaxşı yazmışdınız. Aha, Aysun Hacıyeva bizim tələbəmiz idi. Hamlet Cəfər bizim tələbəmiz idi. Yaxşı yazıb. Nuray Həsənli yaxşı yazıb. Nurcan Mirzəyeva Emil müəllimin tələbəsi idi. Emin Məmmədli o da kənardan qoşulmuşdu. Əhsən, qəşəng yazmışdın. Asella Rızaquluyeva qəşəng yazıb. Vüsal Mustafalı qəşəng yazıb. Hər ikisi mənim tələbəm idi. İlqar Vəliyev Mənim keçənki şagirdimdir. Hazırda birinci kursda təhsil alır. 668 bal yığmışdı İlqar Vəliyev. Deməli, həm riyaziyyatdan 100% blokda yazır, həm də buraxılışda. Fikir verin, əziz tələbələr. Bax, kimlər ki, heyfslənir ki, ay mən 7-yə çıxdım, 8-ə çıxdım. Yəni, görün ki, burada bizdə düzdür, sual səviyyələrində də biraz ədalətli olaq ki, məzunlara çətin vermişdik. Amma yəni 670 bal, 680 bal yığanlar 13-14-ə çıxıb, siz ona çıxmısınızsa, bu yaxşı nəticədir. Yenə təbrik edirəm sizi. Ayxan Muradov bizim tələbəmizdir. O da yaxşı yazıb. Cavid Cəllov sizdən deyil. Yenə də Cavid sənə də əhsən. Nihata əhsən, Gülcana əhsən, Hüseynzadə Cəfərzadəyə əhsən, Novruz Vəliyevə əhsən. Yəni uşaqların hamısının adını çəkmirəm. Yəni kifayət qədər yaxşı yazan tələbələrimiz var və ümidvaram ki, növbəti yarışlarda da belə deyək ki, yaxşı nəticələr göstərəcəksiniz və bir də bizim birinci yarış qalib yerə çıxanımız Emiliya Qayıbovaya mən şəxsən onlayn dərsləri, əgər nə vaxt istəsə, qoşulmaq istəsə bizə tam ödənişsiz, tam belə deyək ki, təmənnasız qoşula bilər. Sadəcə bir söz yetər necə deyərlər, desin, tam qoşula bilər. Yəni Əhsən və tələbələr varsa ki, deyək ki, müxtəlif rayonlarda müəyyən belə deyək ki, çətinliyi ucbatından və ya digər səbəblərdən hazırlığa gedə bilmirlərsə, amma nəticələri yaxşıdırsa, sübut eləsinlər bizə, gələ bilmirlərsə də onlayn şəkildə bizə sübut eləsin. Mən problem görmürəm bunda. Birbaşa belə deyək ki, ödənişsiz onları onlayn dərslərimizə qoşa bilərik və hər birinə uğurlar, yəni həqiqətən oxuyan tələbədirsə. Buyur Emil müəllim, siz də sözünüzü deyin. Mən demək olar ki, hər şey dedi Süleyman müəllim. O jestinizə görə də həqiqətən təşəkkürlər. O deyir, sizin o videonun altına keçən bir komment yazmışdılar ki, əziyyətlə gələnlər əziyyətə qiymət verirlər. Həqiqətən də elədir. Zəhmətlə bu günə gəlib çıxanlar belə deyək də zəhmətə qiymət verirlər. Həmçinin Süleyman müəllim dediklərinə mən də qatılıram. Həqiqətən də elə çətinliklər varsa, biz özümüz həm Süleyman müəllim, həm mən onlayn tədris eləyirəm və rahat qoşa bilərik.
Yəni orada heç bir sıxıntı görmürük. Başqa nə kömək lazımdır, yəni o cəhətdən eləmək olar. Hər birinizə uğurlar arzulayıram. Yarışmaya qoşulan şagirdlərin hamısına buradan salamlarımı çatdırıram. Qətiyyən həvəsdən düşmək olmasın. Görürəm ki, yəni nəticələriniz pis deyil, yazılarınız kifayət qədər pis deyil. Yəni burada mənfi nəticələr demək olar yoxdur. Əgər bu yarışmaya qoşulmusunuzsa, zaten siz qalibsiniz. Yəni o özünüzdə inan varsa, İnan varsa. qoşulmusunuz. Uğurlar arzulayıram hər birinizə. Uğurlar.